Salam dostlar, rasional ifadələrə aid belə bir çalışmanın həllinə baxaq. A minus 1 bölü B bərabərdir 1 və B minus 1 bölü A bərabərdir 2 olarsa, mötərizədə A vur B-nin kubu, üstəgəl 1 bölünsün mötərizədə AB-nin kubu ifadəsinin qiymətini tapın. Əvvəlcə verilmiş bu bərabərlikləri tərəf-tərəfə bir-birinə vururuq. Yəni, A minus 1 bölü B vurulsun B minus 1 bölü A bərabərdir 1 vurulsun 2. Bunları mötərizələri vurub atsaq, alırıq ki, A vur B çıxılsın A vur 1 bölü A çıxılsın B vurulsun 1 bölü B üstə gəl 1 bölünsün A vur B bərabərdir 2-yə. Bu ixtisarları aparsaq, burada hər ikisində mənfi 1 edəcək. Mənfi 1. Burada da mənfi 1 edir. Və alırıq ki, A vurulsun B bərabərdir. A vur B üstə gəl. 1 bölünsün AB bərabərdir. Mənfi 1-lər sağa keçirsək 4 alarıq. Bizdən soruşulan ifadəyə müxtəsər vurma düsturlarında alınma düsturlarını tətbiq etsək, alırıq ki, mötərizədə AB-nin kubu üstə gəl 1 bölünsün AB-nin kubu bərabərdir. AB üstə gəl 1 böl AB-nin kubu çıxılsın 3 vur A vur B 1 bölünsün AB vurulsun mötərizədə AB üstə gəl 1 bölünsün AB bərabərdir. AB üstə gəl 1 bölü AB-nin qiyməti 4-dür. Buradan alarıq ki, 4-ün kubu çıxılsın, 3 vurulsun. Burada AB-lər ixtisar gedir. Bu ifadə isə 4-ə bərabərdir. Buradan alarıq ki, 64 çıxın 2 bərabərdir 52.